Salam yoldaşlar, xoş gəlmisiniz. Deməli, biz bugün Salam Sinemanın nəzdindəki yaz laboratoriyasının artıq silsilə olan, səhv eləmirəmsə, mənim icra elədiyim 5-ci seminarındayıq. Bugün afişalardan da göründüyü kimi Azərbaycan ədəbiyyatının zirvələri haqqında danışacağıq. Amma ondan əvvəl mən Salamın çap elədiyi və mənim özümün çap olan kitabları haqqında məlumat verməyər, kiminsə marağında olsa buradan əldə edə bilər. 2 dənə kitab Salamın öz kitablarıdır. Bir dənəsi də mənim bu yaxınlarda çap olunan kitabımdır. Buradan əldə edə bilərsiniz. Sonra fikirlərinizi Salam Sinemaya və mənim öz səhifəmə yaza bilərsiniz. İndi başlayaq Azərbaycan ədəbiyyatının zirvələri və mötərizənin içində maarifçilikdən bu günə kimi. Niyə maarifçilikdən bu günə kimi? Çünki mən düşünürəm ki, Azərbaycan ədəbiyyatının elə də çox yaşı yoxdur. O kifayət qədər gənc ədəbiyyatdır. Bunu hardan bu qənaətə gəlmişəm? Məsələn, mən bu yaxınlarda öz dissertasiya işimlə bağlı Axundzadənin əsərlərini oxumağa başladım və mən görürəm ki, bu əsərləri oxuyanda buradan nəyinsə anlaşılması müasir Azərbaycanlı üçün, yəni özünü Azərbaycanlı deyən adam üçün olduqca qəliz məsələdir. Demək ki, Azərbaycan ədəbiyyatı hardasa maarifçilikdən sonraki dövrlərdə formalaşmaya başlayıb və ondan əvvəlki ədəbi nümunələri bir qayda olaraq biz deyə bilmərik ki, Azərbaycan tarixi ilə, Azərbaycan oxucusu ilə, Azərbaycan mədəniyyəti ilə bu və ya digər şəkildə bir nümunəsi var. Məsələn, bu hadisəyə, yəni bu nəticəyə mən bir də Nizami Gəncəvi haqqındakı söhbətlərdən sonra gəldim. Deməli, yaxınlarda Instagramda bir səhifədə paylaşım var idi ki, Xosrov və Şirin əsəri bu yaxınlarda ingilis ədəbiyyatına qazandırılıb, tərcümə olunub. Müəllifi isə fars şairi kimi təqdim edirdilər. Yəni, bu əslində kifayət qədər ağla batan bir məsələdir, Nizaminin fars şairi olması. Amma niyəsə hələ də bunun müzakirəsi, davatı gedir ki, Nizami Gəncəvi məsələn Azərbaycanlı şairdir, Azərbaycanlı müəllifdir. Yəqin ki, dil məsələsi burada həll eləyir. Nizamidə sən heç bir Azərbaycanca söz, Azərbaycan mədəniyyətini, ədəbiyyatına xas bir şey tapa bilmirsən. Demək ki, bu konkret olaraq Azərbaycanlı nümunəsi sayılmır. Maarifçilikdən üzü bəri gələndə isə mən balaca da olsa bir siyahı hazırlamışam. Mənə görə maraqlı olan və zirvə hesab elədiyim kitablardır. Onların birincisi ilə başlayaq. Elə bu məlum Axundzadənin Aldanmış Kəvakib əsəridir. Mənim elmi rəhbərim də dayanmadan bu əsəri oxumağımı tövsiyə edir. Bu yaxınlarda mən onu məktəblilərindən sonra yenidən oxudum. Və görürsən ki, doğrudan da çox ciddi bir ədəbi nümunədir. Niyə görə ciddi bir ədəbi nümunədir? Orada yaxşı ictimai münasibətlər, sinfi münasibətlər ödəkisini tapır. Hardasa müasir Azərbaycanda da mainstream olmuş fikirlər var ki, bəs taxtda oturanlar adətən xalqın güzaranını təmin etməkdən daha çox xalqın gücünü, suverenliyini təmsil eləməlidir. Burada da o nümunəyə mən baxanda gördüm ki, hardasa bugünkü fikirlər gedir, ora çıxır ki, bizim prezidentimiz olsun, bizim şahımız olsun, güclü olsa daha yaxşı olar. Nəinki bizim rifahımız daha yaxşı olsun. Orada Yusif Sərrac obrazı, mən deyərdim ki, Azərbaycan ədəbiyyatında maarifçilikdən üzü bəri yaradılmış ən yadda qalan və ən xeyrə xitab edən obrazlardan biridir. Ümumiyyətlə, Axundov haqqında oxuyanda, Axundovu araşdıranda mən çox təəccüblənirəm ki, Azərbaycan ədəbiyyatında Axundov adında bir adam var və bu böyük düha özünü adlandırmasa da müasir Azərbaycanlılar onu Azərbaycanlı adlandırır. Kifayət qədər samballı əsərləri var, kifayət qədər böyük əsərləri var ki, mən onları oxuyanda az da olsa bu torpaqlarda, bu ərazidə yaşadığıma görə sevinirəm ki, bu irsi, bu ənənəni davam etdirmək olur. Düzdür, Axundov haqqında, Mirzə Cəlil haqqında, o dövrün maarifçiləri haqqında indi əsassız kifayət qədər yalan məlumat var. Sanki onlar Azərbaycançılıq və s. kimi əqidələri qulluq edilir. Amma yox, yəni bu insanların əsas amalı mən deyərdim ki, bir istibdada qarşı, dini əsaslı istibdada qarşı mübarizət var. Bir də yəqin ki, bunları harada çöndərsən, necə də yoxsan, bu mütləq şəkildə sinfi mübarizə var bunların içində də öz əksini göstərəcək. Qısa konkret mənə görə Azərbaycan ədəbiyyatının zirvələrindən biri məhz Axundzadənin Aldanmış Kəvakib əsəridir. Bundan sonra bu sırası ilə yox, əslində burada
random şəkildə mən seçirəm. Bunlar hansıları birinci yerə qoyaq, hansıları ikinci yerə qoyaq. Çünki kifayət qədər böyük bir tarixi dövrdür. Biz onların arasından seçim edirik. İkinci yerdə mənim üçün olduqca dəyərli və mən demək olar ki, oxuduğum ilk Azərbaycanlı müəlliflərdən biri Mirzə Cəlildir və onun Ölülər piyesidir. Mən Ölüləri 11-ci sinifdə oxumuşdum və kifayət qədər əlaqəli bir atmosfer idi. İşıqlar sönmüşdü. Dərsdən gələndə mən onu kitabxanadan götürüb gəlmişdim. Onu oxuyanda oradakı o bədbin atmosfer məni hardasa sanki o dövrə aparıb çıxartmışdı. Çox təsir eləmişdi onu oxuyanda. Mən Axundzadədə də, Mirzə Cəlildə də belə bir şey hesab edirəm ki, bu insanlar Azərbaycanlı ola bilməzlər. Bunlar çox böyük intellektə, çox böyük yaradıcılığa sahibdirlər. Amma sonra baxırsan ki, yox, bəs o ənənələrin hesabına bu gün Azərbaycan ədəbiyyatının indi adını çəkəcəyimiz nümunələr inşa olunub, bina olunub və indi də davam edir. Ölülərdə mənə çox təsir edən məsələ məhz insanların dini münasibətlərini o dövrdə hansı müstəvidə aydınlaşdırdığıdır. Mirzə Cəlili mən özüm böyük bir öz dövrü üçün böyük bir sosialist hesab edirəm. Onun çox yaxşı əsəri var. Bəlkə də Qaytardılar adında. Biz onu Aristotel fəlsəfə qrupunda keçən dəfə Azərbaycan ədəbiyyatında kapitalizm əleyhinə mübarizə ənənəsi sərlövhəsində danışmışdıq. Çox yaxşı bir nümunədir o əsərdə. Onun haqqında danışım, sonra Ölülər haqqında maraqlı və mənə təsir edən hissələri deməyə davam edəcəm. Deməli, əsərdə belə bir səhnə var, bəlkə də Qaytardılar da. Sahildə gəzən bir qrup adam var, qəzetdən oxuyurlar Sovet İttifaqından kənarda baş verən hadisələri, onları yozun verməyə çalışırlar, onların müsadirə olmuş əmlakının aqibətlərindən maraqlanırlar və birdən Mirzə Cəlil obrazı deyək, baş obrazı nə baş verdiyini soruşur. Onlar da belə bir fikir deyirlər ki, biz ümid edirik ki, nə vaxtsa bizim xüsusi mülkiyyətimizi bizə geri qaytaracaqlar. Yəni, bəlkə də Qaytardılar söhbəti də adı da buradan irəli gəlir. Mirzə Cəlildəki bax bu antikapitalist meyil, sosialist meyil mənə çox təsir edir müsbət mənada. Həm də sevinirəm ki, nə qədər ki, hələ ki meyil var, Sovet İttifaqı ənənəsini, sosialist realizm ənənəsini, sinfi mübarizə ənənəsini ədəbiyyatdan silməyə cəhd göstərsələr də, yaxşı ki, hələ də bu meyillər onların yaradıcılığında qalıb və zirvə hesab elədiyimiz müəlliflərin ədəbiyyatında, yazısında biz bu nümunələri tez-tez görürük. Ölülər əsərində də eyni məsələdir. Ölülərin dirilməsi kimə lazımdır, kim üçün mənalıdır, kimin maraqlarını xitab eləyir və yaxud o Şeyx Nəsrullah obrazı və yaxud bugün kimə gəldi urcaq olunan Keyfli İskəndər obrazları öz kökünü nədən alır, nədən qidalanır? Bu məsələlər o əsərdə kifayət qədər yaxından, ya doğrusu kifayət qədər dərindən araşdırılır və Ölülər əsəri Mirzə Cəlilin yaradıcılığında məncə ən yaxşı əsərdir və düşünürəm ki, onu biz zirvələrdən, Azərbaycan ədəbiyyatının zirvələrindən birinə çox rahat şəkildə yerləşdirə bilərik. Və hətta əgər yaxın gələcəkdə bizdə bir dənə də bu cür tədbir üçün imkan olsa, məsələ Mirzə Cəlildən və Axundzadədən tamamilə bəhrələnən bir söhbət apara bilərik. Mən bu iki müəllifi Azərbaycan ədəbiyyatında çox qiymətli, dəyərli hesab edirəm. Düzdür, özümü onların varisi, davamçısı hesab eləməyə biraz çətindir, amma sevinirəm ki, bu müəlliflər vaxtı ikən Azərbaycan ədəbiyyatına bu və ya digər formada təsir göstərə biliblər. İndi gələk biraz daha müasirlərə. Mənim sevimli bir müəllifim var, İsim Məlikzadə adında və onunla tanışlığımda tarixçəsindəyim. Bunlar mənim üçün mənalı şeylərdir. Deməli, mən İsim Məlikzadəni bir dostumun dissertasiya, magistr dissertasiya işində tanıdım. O vaxta qədər heç bilmirdim Azərbaycan ədəbiyyatında belə bir nümunə var. İsim Məlikzadənin Dədə Palıd əsərini oxuyanda, təqribi 2-3 il bundan əvvəl, bir də bura hazırlaşarkən yenidən oxudum. Ailə münasibətləri çox yaxşı şəkildə göstərilir. Bəlkə də İsim Məlikzadə istəsə də, istəməsə də orada Engelsvari bir meyil göstərir. O sonda başa düşür ki, əsas obraz sonda başa düşür ki, ailə hardasa, yozum məsələsi, bax mənim yozumumdur. Ailəni hardasa başa düşür ki, ailə bir yaradı, bir güclü belimizdə. O istəsəydi, istəməsəydi onların maraqlarını hesablaşmalıyıq. Məsələn, onun övladı Bakıdan qayıdır, gəlir, atasının
belə necə demək lazımdır, bütün əsəblərini xarab eləyir ki, bu evi satmaq lazımdır, Bakıdan ev almaq lazımdır. Ən nəhayətdə bəs onunla razılaşır ki, necə deyərlər, sən deyən olsun, biz buradan köçək, çıxaq gedək Bakıya. Bax, mən bu əsərdə onu başa düşdüm ki, istəsən də, istəməsən də, sənin ictimai mövcudluğun səni çox ciddi təsir edir. Sovet İttifaqında yazılan əsərlərdə, nə qədər də istəyirlər ki, orada ailəni müqəddəs göstərsinlər, nə qədər də istəyirlər ki, orada ailə toxunulmaz olsun, ailə dəyərləri mənalı olsun, ata obrazı olsun, ata avtoriteti olsun. Amma sosializmin daxilindəki bu diktator ata obrazı olsun və yaxud belə deyək, qağırçək ana obrazına qarşı bir mənalı olmayan münasibət əsərlərdə mütləq şəkildə özünü göstərir. Dədə Palıdda da bu mənə çox ciddi təsir elədi ki, nəhayət ki, o öz dövründə sözün həqiqi mənasında sosialist bir meyil, 60-cı illərin sosialist bir meyili orada formalaşdı. Mənə çox təsir elədi ki, bəs ata sonuna qədər dirəşirdi ki, bəs meşədə qalmaq, necə deyək, Dədə Palıdın yanında qalmaq daha yaxşı, daha insani, daha mənalıdır. Amma sonunda istəsə də, istəməsə də, bəs qızının təzyiqi ilə, təsiri ilə, nəvəsinin gələcəyinə olan ümidsizliyi ilə razılaşır ki, evi satsın və bununla bərabər çıxıb Bakıya, ənənəvi ocağa qayıda bilsin. Bax, indi gəl Maqsud İbrahimbəyovdan danışaq. Mənim üçün son dövrlərdə kəşf elədiyim müəllifdir. Müharibənin 1001-ci günü adlanır, səhv eləmirəmsə bu əsər. Cəbiş müəllim kino filminin ssenarisindən elementlər var orada. Bax, onu oxuyanda mən nəyi kəşf elədim özüm üçün? 1000 ildə keçsə, 100 ildə keçsə, bu idarə altında heç vaxt müharibəni romantikləşməsi baş tutmayacaq. Amma Sovet İttifaqında, məsələn, müharibənin 1001-ci günü əsərində 2-ci Dünya müharibəsində ideallaşdırırlar. Və sən 2-ci Dünya müharibəsinin ədalətli bir müharibə olduğuna inanırsan. Çünki əsər bunu sənə təlqin edir. İstəsən də, istəməsən də sən razılaşırsan ki, okey, müharibə pis şeydir, amma faşizmə qarşı müharibə yaxşı şeydir. Orada o məqsəd uğrunda vuruşan insanlar, o məqsəd uğrunda döyüşə getmədən arxa cəbhədə vuruşan insanlar sözün əsl mənasında qəhrəmandırlar. Bu əsərdə mənə ötürülən ən birinci hiss bu oldu ki, mən başa düşdüm ki, məhz Sovet İttifaqında hərdən bu cür meyillər var ki, sosialist realizm zorakı, surroqat ədəbiyyatdır. Ancaq mən bizim Maqsud İbrahimbəyovun o əsərini oxuyanda gördüm ki, yox, bu əsərdə müharibəni və sosialist həyat tərzini olduqca müsbət mənada göstərir. İstəsə də, istəməsə də oxucu bunu hiss edir. Bax, bugün Azərbaycan ədəbiyyatında heç vaxt yaxın bir 50 il ərzində, bəlkə yaxın bir 40 il ərzində mümkün deyil ki, son baş verən müharibələr haqqında romantik bir şey yazılsın. Ona görə yazılmayacaq ki, yazıla bilməyəcək ki. Bu dövrü, bu idarənin altında yaxşı bir şey yazılması mümkün deyil. Çox sadədir. Çünki elə bir dövrdür ki, sən ona inanmırsan ki, nə baş verdiyinə sən səmimi şəkildə, dürüst şəkildə inana bilmirsən. Odur ki, yaxşı əsərin yazılması həmişə sual altında olacaq. Çünki zorakıdır. Sosialist realizmin əleyhinə olaraq bu zorakıdır. Və nəhayət son 2 qalmaqallı əsər qaldı. Onlar haqqında danışım. Biri onların Əkrəm Əlisin Daş Yuxular romanıdır. Maraqlı tarixçəsi var. Birinci tarixçəsi onunla əlaqəlidir ki, o romanı 2006-2007-ci illərdə yazır, amma nəşrinə 2012-ci ildə qərar verir. Belə qərar verir ki, Ramil Səfərov Macaristanda o erməni zabitinin başını kəsəndən sonra o deyir ki, məhz kitabın, pirat kitabın üstündə yazılan məlumatlardır. Bunlar həqiqiliyi sual altındadır, amma ona görə tam öhdəliyimə götürmürəm buradakı məlumatların həqiqiliyini. Deməli, orada məlumat budur ki, kitabı buna görə çap eləyir ki, məhz tarazlıq pozulur, status quo pozulur və Azərbaycanlılar hardasa müəyyən qədər öz əleyhinə həll edirlər intriqanı, Ramil Səfərovu cəzadan azad edib Bakıya gətirirlər. Və o da bu kitabı çap eləyir. Kitabın çox maraqlı mövzusu var. Əkrəm Əlisin özünün sonuncu hekayə variyasında da iddia edir ki, əsəri kifayət qədər yüksək estetik dəyərlərə malikdir, yaxşı bir əsərdir, oxunmalı əsərdir. Mövzu belədir ki, həm müharibədən əvvəlki illərdir, Sumqayıtda, Bakıda poqromlar baş verir və bu qırğınlara, belə deyək, Azərbaycanlı bir teatr işçisi, bizim aktyor
reaksiya verir və özü də Azərbaycanlı o kütlənin əlində qalır və çox acı şəkildə, çox faciəvi şəkildə sonunda rəhmətə gedəcək olan həmin obraz xəsarət alır, onu xəstəxanaya yerləşdirirlər və burada da bizim hekayəmiz başlayır. Bəziləri deyə bilər ki, hə, bəlkə erməniləri olduğundan artıq dərəcədə müqəddəs göstərir, seçilmiş millət göstərir. Mənim bu məsələlərlə çox belə əlaqəm yoxdur, bilmirəm. Həyatımda heç vaxt erməni görməmişəm. Amma əsəri oxuyanda mən sevindim ki, belə bir əsər var. Deməli, əsərin müsbət cəhətləri əslində kifayət qədərdir. Birincisi, Azərbaycan kimi bir cəmiyyətdə bu əsərin yazılması, nəşr olunması, oxunması mütərəqqi bir addımdır. Mən sevinirəm ki, pirat da olsa bu kitabı hardansa əldə eləmişik, oxumuşuq. Yəqin ki, burada oxuyanlar var bu əsəri. Oxumayanlar varsa da mənə deyə bilər. Mən PDF nüsxəsini göndərərəm. Onlar da çap eləyə də bilərlər, birbaşa kitabdan da oxuya bilərlər. Gəl. Kitabdan da oxuya bilərlər. Mənim üçün Əkrəm Əylisli ümumiyyətlə yaxşı müəllifdir. Mən onu arzum budur ki, ölməmiş onu bir dəfə görmək istəyirəm, onunla söhbət eləmək istəyirəm ki, səni nə vadar elədiyində o kitabdakı məsələ aydındır. Hansı hissədən, hansı tarixi hadisədən sonra sən kitabı çap eləməyə qərar verdin, amma niyə yazdın 2007-ci ildə o kitabı? Kitabı oxuyanda bir də ona görə sevinirsən ki, sən yaxşı bir ruhanilik görürsən onun içində. Erməni milləti olsun, Azərbaycanlı milləti olsun, çox təbii şəkildə orada bir ruhanilik var. Mənim çox xoşuma gəlir o kənddəki erməni obrazının sözün həqqi mənasında müqəddəsləşdirməyə, erməni obrazının kəndin abadlığına bu qədər diqqət eləməsi, təmizliyə bu qədər diqqət eləməsi. Orada maraqlı bir səhnə var. Deməli, bir uşağın hər iki valideynini də səhv eləmirəmsə itirir və onun qayğısına qalan heç kim olmur və uşaq həmişə papaqla gəlir. Çünki heç kim onu başını yumur deyə. Uşaq da iyidən utanır, həmişə papaqla gəlir və bütün Azərbaycanlılar da bunu belə başlı-başına buraxırdı. Və bir gün dostlarla oynayanda təsadüfən onun papağı düşür yerə. Üfunəti hər yeri bürüyür ki, bu nə böyük papaq. Da bu papağın altında nə böyük üfunət var imiş. Və heç erməni bir qadın gəlir, onu yuyur, başını təmizləyir, başını kəsir və saçını kəsir və təzədən papağı qoyur, o uşağı məktəbə, təhsilinə, digər həyatına göndərir. Bu kifayət qədər maraqlı səhnədir və demək olar ki, yəqin ki, yaxın bir 30 il ərzində belə ədəbi nümunələr, belə bədii yazılar heç vaxt rastımda çıxmayacaq. Yadılar qalsın qırağa, o düşüncədə olan müəlliflərlə biz rastlaşa bilməyəcəyik. Əkrəm Əylisdən sonra mən istəyirəm Quqark haqqında danışım, Seymurun Quqark romanı haqqında. Niyə görə onu da zirvə hesab edirəm? Əslində son iki roman ona görə çox mənalı romandır ki, onlar biz dırnaq arasında məğlub olduğumuz dövrdə qalib ölkənin mövcudluğuna qarşı yazılıb. Yəni sən bilirsən ki, sənin torpaqların işğal olunub, amma sən Quqark kimi bir əsər yazırsan, sən Daş ruhlar kimi bir əsər yazırsan. Başa düşürsən ki, bu insanlar arasında olan nifaq deyil. Bu dövlət adlanan bu aparatın yaratdığı, yaydığı təbliğatdır və buna qarşı sən təbii şəkildə mübarizə apara bilərsən. Başa düşə bilərsən ki, müharibə bizi idarə edən bir ovuc insanın işidir. Yəni nifrəti xalqlar arasında yaymaq, sıravi insanlar arasında yaymaq yalnız pis şeylərə, mən hətta ən ümumiləşdirib deyirəm ki, pis şeylərə gətirib çıxardacaq. Mənim üçün Quqarkın böyüklüyü, dəyəri həm də oradadır ki, mən onu oxuyandan sonra sadə və yaxşı yazmağın nümunəsini gördüm ki, çox böyük uydurmalar eləmədən, çox böyük ədəbi düha istifadə eləmədən, bənzətmələrdən istifadə eləmədən yaxşı bir nümunə yazmaq olur da belə həssas bir mövzuda nümunələr yazmaq olar. Mən çox istəyərdim ki, kimsə oxumayıbsa mütləq şəkildə Quqarkı harda, hansı nüsxəsini əldə edirsə, əldə eləyib oxusun. Oradan həm öyrənəsi kifayət qədər məlumat var, tarixçə var, Azərbaycan-Ermənistan müharibəsinin tarixçəsi var, müharibədən əvvəlki dövr var, müharibədən sonraki dövr var, Azərbaycan yazıçısının kim olduğu haqqında suallara cavab var, Azərbaycan hardasa
Azərbaycan dövləti haqqında orada yaxşı məlumat var. Əkrəm Əlisinin romanında məsələn Azərbaycan dövləti haqqında heç nə yoxdur. Sadəcə ənənəvi şəkildə Əli Kərimlini, cəbhə hakimiyyətini biraz qaraldır, yəni ən yumşaq formada deyirəm. Amma məsələn Seymurun əsərində özü istəsə də, istəməsə də məsələn ki rejim haqqında az da olsa fikirləri var. Niyə məsələn Azərbaycanlı yazıçı heç vaxt əsərinə kitab çəkilməyəcək, heç vaxt əsəri 1000 nüsxədən artıq çap olunmayacaq. Çünki quruluş buna heç vaxt icazə verməyəcək. İndi zirvələr deyərkən çox belə dəbdəbəli səslənir, çox şaxəli səslənir ki, bu ədəbiyyatlar birmənalı şəkildə hamı tərəfindən qəbul olunmalıdır. Biz burada bir dənə söhbətimiz var idi. Dünyanı dəyişən kitablar, biz onu Aristotel fəlsəfə klubunda danışmışdıq. Məsələn, orada düşünürdülər ki, mən ora yəqin ki, dini kitabları qoyaram, Marksın Kapitalını qoyaram. Amma düşünürəm ki, bunlar haqqında müzakirəyə ehtiyac yoxdur. Bu əsərlər onsuz da həyatda öz yerini tutmuş, missiyasını yerinə yetirmiş əsərlərdə haqqında danışmağa dəyməz. Azərbaycan ədəbiyyatında da məsələn Axundovu və Mirzə Cəlili çıxmaq şərti ilə digərləri kifayət qədər müzakirəyə, polemikaya açıq adamlar və tamamilə subyektiv bir seçimdir. Məncə bu əsərlər digərlərindən kəskin şəkildə fərqlənir. Çünki hər ikisi biraz belə təkəbbürlü çıxacaq. Yəni mənim istədiyim dünyanı təsvir elədiklərinə görə mən onları digərlərindən ayırıram. Amma təbii ki, söhbəti yekunlaşdırandan sonra hər bir yoldaşdan soruşacağam onlar üçün də. Azərbaycan ədəbiyyatında zirvələr varmı, varsa hansıdır, sıra varmı, sırasını bildirsinlər. Amma mən seçimimi eləyərkən dediyim kimi birinci növbədə mənim görmək istədiyim dünyaya bu və ya digər şəkildə xeyir verən, bunu bədii formaya salan, bunu əks elətdirən kimlər var onlardır. Mirzə Cəlildə, Axundzadədə, Mirzə Cəlildə mən daha düzgünlü desəm, dinin cəmiyyətdəki yerinin nə olması ilə bağlı meylləri gördüm, bu mənim xoşuma gəldi. Axundzadə dövlətin kim tərəfindən idarə olunmaması lazımdır, kim tərəfindən idarə olunması lazımdır. Bunu gördüm, bu mənə ədalət elədi. Maksud İbrahimbəyovda mən müharibənin olmadığı, topun, tüfəngin atılmadığı əsər nətər yazılmalıdır, onu gördüm, o mənim çox xoşuma gəldi. Sonra Dədə Palıdda isə Məlikzadədə mən gördüm ki, ailə nədir, ailə necə bir güclü insanın belində. Övladın olsun, atan olsun, bunlarla münasibəti necə aydınlaşdırmaq lazımdır, necə yoluna qoymaq lazımdır, bunlar mənə dərin təsir elədi. Quqarq mənim üçün sülh dövründən əvvəlki dövrün əsərləri necə yazılmalıdır, məğlub ölkənin əsəri necə olmalıdır, məğlub ölkə deyilən bir şey varmı, insanların məğlubiyyəti, dövlətin məğlubiyyəti, bunları biz necə ayırmalıyıq, kim məğlub olan kimdir, qalib olan kimdir, indi biz indiki dövrdə özümüzü necə qalib adlandıra bilərik, necə məğlub adlandıra bilərik. Daş yuxularda isə mən birinci olaraq həm dissident və yüksək bir əsəri gördüm. Həm dissident hesab olundu o əsərdən sonra, həm də ki, estetik qayğıların, bədii keyfiyyətlərin çox yüksək olduğu əsər olduğuna görə daş yuxuları bu siyahıya əlavə elədim.